Depavid D3 vitamini ve King Dental Stomatoloji Klinikasının sponsorluğuyla Onda Görüşək başladı. Sabahınız xeyir, hörmətli tamaşaçılar. MTV Azərbaycan Onda Görüşək canlı olaraq həftənin ilk günündə hamınızı gözəl əhval-ruhiyyə ilə xoş gördük və şəms. Bəli, mən də buradayım. Artıq bir həftədən sonra söz verdiyim kimi qarşınızdayım və mən də hər birinizi salamlayıram. Xoş gördünüz hamınızı deyirəm və bugün çox xoşbəxtəm çünki səhər tezdən oyanan kimi saat düz 8:11-də prezidentimizin Twitterini gördüm. Tweet atmışdı. Özdə 3 dənə dalbadal tweet atmışdı. Orada qeyd eləmişdi ki, Cəbrayıl rayonunun 14 kəndi işğaldan azad edilib. Bəli, səhərimiz gözəl açıldı. Səhərimiz tweetlərlə açıldı. Bütün ölkənin tweet dediyi bir dövrdə bu tweeti eşitdik, gördük, oxuduq, xəbərimiz oldu və dövlət başçısının paylaşımında belə deyilir. Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır və bu son deyil, bu sadəcə olaraq növbəti uğurlarımızın davamlarından biridir. İnşallah davamlı olaraq xoş xəbərlər eşidərik. Yəni bilirsiniz, həftənin ilk günüdür və yeni gözəl xəbərləri sizə çatdırmağa çalışırıq. İnşallah bundan sonra da bu 2 saat ərzində belə xoş xəbərlər gələr və biz sizə çatdırarıq. Deyirəm, həftənin belə günü, həftənin saatı belə başladıqsa, gör irəliləyən bəlkə də saatlarda nə olacaq? Təki bizim bu zamanımıza da, efirdəki zamanımıza da düşsə, yerində sizin hər birinizə bu məlumatı çatdırarıq. Amma təbii ki, son 2 gün ərzində bayramımızı da qeyd etdik, onda da gözəl xəbərlər aldıq və ümumiyyətlə dünyada, xarici ölkələrdə olan məşhurlar da təbii ki, bizə dəstəkdir. Onlar da öz sosial şəbəkələrindən bizə dəstək görüntüləri və ya tweetləri və ya sosial şəbəkələrdə hər hansısa bir yazılarını paylaşırlar. Bəzilərini var burada, təbii ki, ən böyük dəstək hardandır? Türkiyədən. Və Tarkan əslində bir dəfə də bu ilk günlərdə bizə bir dəstək olmuşdu. Formula 1-dən olan şəklini Azərbaycan bayrağı ilə bir yerdə paylaşanda. Amma Tarkan öz Instagram hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib. O, dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm, qəlbim Azərbaycan xalqı ilədir deyə Tarkan qeyd edib. Çox sağ olsun. Bu arada bir çox türk məşhurları da bu barədə paylaşımlar eləmişdi. Yəqin ki, hər biriniz gördünüz. Acun Ilıcalı, Cem Yılmaz, onlar hamısı paylaşım eləmişdi. Çox təşəkkür edirik onlara. Bir də ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də müxtəlif aksiyalar keçirirlər. Keçən günlərdə Gəncədə baş vermiş hadisələrə görə etiraz aksiyası keçiriblər. New Yorkda, Vaşinqtonda, Litvada, Tüməndə, Kanadada, Türkiyədə belə aksiyalar keçirilir və insanlar öz etirazlarını bildiriblər. Gəncədə baş verən xain hücumlara, Azərbaycan xalqının haqlı mübarizəsinə insanları yönəltməyə çalışıblar. Biz də öz Instagram hesablarımızda paylaşımlar eləmişik. Pray for Gəncə hashtagindən istifadə eləyərək siz də paylaşımları eləyin ki, dünyaya səsimizi çatdıra bilək. Və bilirsiniz ki, dünyanın ən böyük şəlalələrindən, ən gözəl şəlalələrindən biri Niaqaradır və o Niaqara şəlaləsi Azərbaycanın 3 rəngli bayrağı ilə işıqlandırılıb. Bunu öz Twitter səhifəsində Los Angelesdə Azərbaycanın baş konsulu olan Nəsimi Ağayev öz Twitter hesabından paylaşım edib. Ekranlarınızda da görürsünüz. Niaqara bugün Azərbaycanın müstəqillik günü münasibəti ilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırır. Bunu reallaşdırdığınıza görə çox təşəkkür edirik baş konsul qeyd edib bunu. Bəli, dünyanın diqqətini çəkmək və ümumiyyətlə bayramımızı bütün dünyada qeyd etməyin ən gözəl üsullarından biridir. Çünki Niaqara şəlaləsi ən möhtəşəm dünyadakı şəlalələrdəndir və hər kəsin də orada diqqəti var. Son 2 gün bizim üçün hər mənada yadda qaldı. Tarix yazmağa davam edirik. Torpaqlarımızı işğaldan azad etməyə
davam eləyirik. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, düşmənin xain hərəkətləri ilə qarşı-qarşı qalmağa da davam eləyirik. Amma təbii ki, onların düşüncələri həyata keçməyəcək, bunlar bizi yıxmayacaq, bunlar bizi ruhdan salmayacaq. Necə deyərlər, biz irəli getməyə davam edəcəyik. Əksinə, siz onu etməyə çalışdığınız zaman da biz daha da güclənirik, daha da qüvvət toplayırıq və bununla da getdikcə də görürəm, dünyanın diqqəti yenə də Azərbaycana yönəlir. Bu arada bir şey də qeyd eləmək istəyirəm. Yəni biz elə bir düşmənlə qarşı-qarşıyayıq ki, sənin dediyin kimi, müxtəlif yollarla bizi belə deyək, yolumuzdan yayındırmağa çalışırlar. Hətta biz paylaşımlar eləyəndə, məsələn, Gəncə hashtagı ilə biz paylaşımlar eləmək istəyəndə baxırıq ki, ora Suriyadan olan şəkilləri yükləyiblər və biz də bilmədən ondan istifadə eləyirik. Belə şeylərin qarşısını almaq üçün rəsmi mənbədən olan şəkillərdən istifadə eləməyinizi sizə məsləhət görürəm. Çünki sonradan onlar o şəkillərdən istifadə eləyərək, baxın, Azərbaycanlılar yalan danışır deyə paylaşımlar eləyirlər və bizi pis vəziyyətə qoyurlar. Ona görə də paylaşım eləyəndə buna diqqət eləyin. Yalan, yanlış məlumatları bilirəm. Bəlkə də siz də bilmədən paylaşırsınız, amma yanlış məlumatları paylaşmamağa çalışaq ki, dünyaya səsimizi daha düzgün çatdıraq. Və bizə dünyadan da, dünya demişkən, dünyadan da dəstək olan məşhurlar var. Onların adlarını qeyd edim. Dua Lipa paylaşımla bizə olub. Zendaya deyə bir xanım var. Anne Marie və Taylor Swift bizə dəstək olub. Emma Watson bizə dəstək olub. Madeline Pettis bizə dəstək olub. Hansı ki, bunlar dünyada məşhurlardır. Onların Instagram səhifələri 50, 60, 100 milyon insanların izlədiyi bir Instagram səhifələridir. Twitterları da həmçinin. Və hörmətli dostlar, hörmətli xanımlar, cənablar, birinci gündə bilirsiniz də bizim bunu niyə saxlamışdım? İndi məndən soruşa bilərsiniz ki, ay qardaş, bəs biz o boyda Füzulini azad eləmişik. Biz Füzulini azad etdiyimiz xəbərini bütün Azərbaycan bilir, sevinir artıq bir neçə gündə, o başqa. Amma bir insanla bir yerdə burada onun emosiyalarını almaq istədik, onu görmək istədik, onu bura dəvət edəcəm. O Füzuli sakinidir, o dünya və Avropa çempionudur və Füzuli haqqında, Füzulində olan emosiyaları haqqında ailəsi, qohumları, valideynləri, yaxınları, əzizlərinin bu illər ərzində nə keçirdiyi, ümumiyyətlə bu belə deyək, xoş xəbəri eşidəndə nə hisslər keçirdi? Sərhəd Quliyev, Füzuli sakini bugün bizimlə bir yerdədir. Sərhəd, buyursun, sabah xeyir, xoş gəlib. Ehtiyatda olmadı. Sabah xeyir, təşəkkür edirəm, çox sağ olun. Verilişə dəvət etdiyiniz üçün. Füzuli, ürəyin arada istəyir, əlləşə bilərsən, problem deyil. Sərhəd Quliyev, gördün, sən Füzuli dedim, gördün. Problem yoxdur. Sabah xeyir, xoş gəlmişsən. Təşəkkür edirəm. Və Füzuli sakini bizimlə bir yerdədir. Emosiyalar, abu-hava. Hardaydın, necə eşitdin? Birinci hamınızı təşəkkür edirəm verilişə dəvət elədiyiniz üçün və ekran qarşısında oturan tamaşaçılarımızın da sabah xeyir deyirəm. Cənab Prezidentimiz televiziyada çıxış eləyəndə və orada söylədi ki, bəs Füzuli şəhəri işğaldan azad olunubdur. İnan Allaha, o sevincimizdən gözlərimiz doldu. Çünki orada dünyaya gəlmişik, orada gözümüzü açmışıq. Necə deyim, neçə ildir ki, o həsrətlə yaşayırıq. Artıq bu gəldi, bu məqam çatdı. Özünüz də görürsünüz ki, bugünkü gündə də erməni əsgərləri qorxaqlıqlarını göstərirlər. Və Füzuli işğaldan azad olundu, cənab prezidentimiz tərəfindən eşidəndə çox sevindik. Təbriklər dayanmadan. Neçə yaşın var? Mənim 35 yaşım var. Görmüsən məqamı? Bəli, görmüşəm. Ay sağ ol. Nə yadındadır oradan? Yəni, Məktəb, hamısı yanımdadır. Hamısı yadındadır. Rəhmətli atamla, mən orada birinci sinifə gedirdim. Rəhmətli atamla elə, düz atama bağlı olmuşam, aparıb gəzdirirdi bizi. Orada Köndələn gölü var idi. Gedirdik balıq tutmağa, Bəcər kəndi var idi. Hamı bildiyi kimi Azıq mağarası. O bizim kəndimizdə idi. Mənim atam Bəcər kəndindəndir. Azıq mağarası orada yerləşirdi. Yəni itirdiyin insanlar qohumdan, yaxından, həmin o döyüşlü, o vaxt ki, birinci dəfə olub yəqin ki. Bəli, olubdur. Qohumlarımızdan da 93-92-ci illərdə müharibə gedəndə, ən qızğın vaxtlarında da şəhid olanlarımız da var, qohumlarımızdan da. Ondan sonra Xocalıda qohumlarımız var, şəhid olublar. Allah Allahın hamısına rəhmət eləsin və bugünkü gündə də torpaqlarımız uğrunda
canlarından keçən əsgərlərimiz var, zabitlərimiz var. Allah onlara da rəhmət eləsin. Buradan da onların ailəsinə mən başsağlığı verirəm. Onların qanı yerdə qalmayacaq və qalmır da. Qalmır da. Sərhəd, mən bir söz deyim. Bax, Füzuli, sənin doğma vətənin. İndi sən uşaqlıqda orada olmuşsan, 1-ci sinifə getmişsən. Nə qədər yadındadırsa yadındadır. Amma səndən böyüklər var. Orada yaşamış insanlar var. Orada həyatını keçirmiş insanlar var. Onlar üçün bu xəbər yəqin ki, sən... Daha da məndən də çox sevindilər. Mənim, nə deyir, üzr istəyirəm, anam eşidəndə ki, Füzuli şəhəri qaytarıldı, artıq işğaldan azad oldu, gözləri doldu. Bütün qohum əqrəblər hamısı təbrik zəngləri gəldi, dostlarımız da zəng elədi ki, bizim adımızdan ailəmizi də təbrik edin. Düzdür, bugünkü gündə bir tərəfdən heyfslənirəm ki, bu şad xəbəri mənim atam eşitmədi. Çünki dünyada yoxdur. Yəni, bugünkü gündə o həmişə deyir ki, Füzuli alınsa, mən gedib orada dünyamı dəyişəcəm, öz torpağımda. Çünki oraya nəfəs alırdı mənim rəhmətli atam. Yəni, bugünkü gündə də Allah ölənlərimizə rəhmət eləsin. İndi onun ruhu şad olar. Mütləq. Ruhu şad olar ki, onun dünya gəldiyi, göz açdığı, böyüdüyü, necə deyim, gəzdiyi yerlər artıq işğaldan azad oldu. Plan nə danışıldı evdəkinə? Qaydanda hara gedirik, yəni nə edirik? Bəzi adamlar var, evlərin açarlarını 30 ilə yaxın saxlayıb. Əlbəttə ki, indi inşallah bu təmiz bu Qarabağ, necə deyim, Laçın, Şuşa, Kəlbəcər, hamısı azaddan işğal olunandan sonra İşğaldan azad bəli, işğaldan azad olunsun, əlbəttə ki, gedəcəyik öz evimizə. Olmasa da belə tikib düzəldərsiniz. Eynisini. İnşallah. Bəs nədir? Biz bugünkü gündə cənab prezidentimizə dəstək olmağa hazırıq. O sağ olsun deyə bütün rayonları abadlaşdıracağıq. Mütləq. Yenə də biz ona dəstək olmağa hazırıq. Və bugünkü gündə də mən öz adımdan da deyirəm və ailəm adından da deyirəm, cənab prezidentimiz bizim üçün əbədəli prezidentdir. Və Sərhəd, o bayrağın sancılma görüntüləri var. Bütün Azərbaycanın fəxr hiss elədiyi o görüntü. Onu bir neçə saniyəli izləyək dostlar, bir daha o anları yaşayaq. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Füzuli şəhərində Azərbaycanın 3 rəngli bayrağı qaldırıldı. Qarabağ Azərbaycandır. Bəli, Qarabağ Azərbaycandır və Azərbaycan bayrağı uzun illərdən sonra olsa da belə öz tarixi torpaqlarında yenidən dalğalanır və bu son deyil, bunu hər zaman deyirik. Hər dəfə də deyəndə sözlərimizin sübutunu tapırıq ki, cənab prezident bizə yeni ərazilərin işğaldan azad olunduğunu göstərir, deyir, yazır, bildirir və bizi də sevindirir. Və Sərhəd, biləm idmançısan, İnşallah arzu edirəm ki, Füzulidə özünə bir idman yeri açasan. İnşallah. Orada indən sonra orada doğulub böyüyəcək gənclərə fiziki təlim keçəsən, amma psixolojini də bir yerdə ki, yəni onlar bilsinlər, onlar anlasınlar və onlar ilk gözünü açandan beyinlərinin bir küncünə yazsınlar ki, bizim düşmənimiz kimdir, ehtiyatı kimdən saxlamaq lazımdır və torpaqlarımız uğrunda mübarizədə Azərbaycanın nə qədər insanları şəhid olub, bu əbəs yerə də deyil. Və biz torpaqlarımızı almağa davam edirik. Bunu yorulmadan, usanmadan söyləyəcəm. Hal-hazırda reklamlara baxırıq. Reklamlardan dərhal sonra bizim növbəti bir tarixçi qonağımız buradadır. Depavid D3 vitamini və King Dental Stomatoloji Klinikasının sponsorluğuyla onda görüşək reklamlardan sonra davam edəcək. Depavid D3 vitamini və King Dental Stomatoloji Klinikasının sponsorluğuyla onda görüşək reklamlardan sonra davam edir. Onlar sənin üçün, mənim üçün, vətən üçün savaşanlarımızdır. İşğalda olan torpaqlarımızı azad edilmək üçün gəlmişik bura. Hər şey yaxşı olacaq, qələbə bizimdir. Onlar işğaldan azad olan torpaqlarımıza ilk qədəm basanlar, bayrağımızı qaldıranlar, bizə qürur yaşadanlardır. Az qalıb biz Qarabağda inşallah öz bayrağımızı dalğalandıracağıq. İnşallah zəfərlə geri dönəcəyik. Vətən sevgisi qanında, canında olanlar, düşmənə aman verməyən əskərlərimiz, sizə dayaq durmaq, alqış dua etmək, yolunuzu gözləmək bizim borcumuzdur. Ailəmə, sevdiklərimə, bir də ki, xalqıma buradan salam göndərirəm. Heç nəyə görə narahat olmasınlar, hər şey cəbhədə də, ön xəttdə də hər şey yaxşıdır. Mən bilirəm ki, narahat deyirlər. Hamısı sevincli gözləyirlər ki, yəni biz zəfərlə geri qayıdacağıq inşallah. Azərbaycan ordusu bizə qələbə sevincini yaşadan şanlı ordu. Üç rəngli bayrağımızı
Şuşada, Laçında, Kəlbəcərdə, Ağdam ərazilərində dalğandır. Vətənpərvərliyimizi daima qoruyub saxlayacağıq və düşmənə daima qarşı gələcəyik. Yaşasın vətən torpaqlarının layiqli övladları. Yaşa, yaşa, yaşa Azərbaycan. Reklamlarımız bitti. Böyle bir anonsumuzu da izlədiniz. Bu anonsda odur ki, biz əskərlərimizlə görüşmüşdük. Onlardan müsahibələr almışıq və onu bugün təqdim edəcəyik. Baxın, izləyin onların əhval-ruhiyyəsi və həmçinin də sərhədin bir görüntüsü var, onu da təqdim edəcəyik. Döyüş meydanında Erməniyə qalib gəldiyi kadrlar var. Amma biz ikinci qonağımızı bura dəvət edirik. Təbii ki, biz bilirik ki, tariximiz hər zaman onu göstərir ki, bizim qonşularımız hər zaman bizə qarşı hansı mövqedə olub. Bunun tarixi əsasları da var və bu haqda daha ətraflı danışmaq üçün tarixçi Kamran Əsədovu bura dəvət edirəm. Kamran, buyur. Hoş geldiniz. Salam, xoş gördük. Salam. Kamran Bugün herkesin Əsədov. yüzü gülür. Çok güzeldi. Və canlı efirdə qonaqlarımızla bir yerdə MTV Azərbaycanda söhbətlərimiz davam edir. Xoş xəbərləri almışıq. Səzəli ilə aldıq axırıncısını və Kamran, bir daha xoş gəlmişsən. Tarixçi olaraq biz hamımız bilirik əslində bir vətəndaş olaraq, amma bunun faktla, tarixi ilə tarixçilərimiz daha yaxşı bilir. Onlardan biri də bugün buradadır. Ümumiyyətlə bu bizim qonşularımızın, dırnaq arasında demək istəyirəm, o qonşu belə olmaz əslində. Qonşularımızın bizə qarşı olan əsrlərdən bəri, bir ötən əsrin əvvəllərindən bəri davam edən bax bu münasibəti səbəbi mi deyim, torpaq istəyirlər, mən başa düşdüm, amma yəni onlar da bizlə qonşudurlar ömrümüzün sonuna qədər. Təəssüf ki, bu belədir. Ərazi iddiaları, torpaq iddiaları və son dəfədə bu uğursuz nəticələnir. Çünki biz torpaqlarımızı dalalırıq. Və bu da bir tarixdir. Azərbaycan tarixində qızıl hərflərlə yazılır. İllər keçəcək, məktəb dərsliklərində bunu qeyd olunacaq ki, filan tarixdə Azərbaycanın Füzuli ərazisi, Laçın ərazisi, filan ərazisi hamısı yavaş-yavaş geri qaytarıldı. Nə düşünürsən? Çox düzgün qeyd edirsiniz. Azərbaycan Cənubi Qafqazın yerli və tarixi ərazi və xalqlarıdır Azərbaycanlılar. Qeyd etdiyiniz kimi biz qonşumuzdan biraz yaramamışıq. Baxmayaraq ki, Azərbaycan sülh sevər, Azərbaycan bütün dünya ölkələrinə və xalqlarına dost münasibət göstərən bir ölkədir, dövlətdir və xalq olaraq da biz dünyada həmişə qonaqpərvərliyimizlə seçilmişik. Amma mənfur qonşularımız Pyotrun 1723-cü il sərəncamı ilə bu ərazilərə köçürüldülər və bunun da ən geniş şəkildə köçürülməsi 1828-ci il Türkmençay müqaviləsindən başladı. Çox təəssüflər olsun ki, biz həmin tarixlərdə onlara qapı açmağımıza baxmayaraq, yaxşı münasibət göstərməyimizə baxmayaraq, onlar bizə qarşı çox tarixi faciələrə yol verdilər, insanlarımıza qarşı qətliamlar törətdilər və sizin də qeyd etdiyiniz kimi ən ciddi qətliamlar 1903, 1905, 1907 və əsasən də 1918-ci ildə baş verdi. Biz yenə də müəyyən qədər bəlkə də tarixdə bunun cəzasını da çəkdik ki, unutqanlıq göstərdik və yenidən Azərbaycan 1920-ci ilin Sovet işğalından sonra 70 il bərabər yaşadıq. Amma son proseslər 1987-88-ci il meydan hərəkatı, eyni zamanda Dağlıq Qarabağda baş verən etnik zəmindəki münaqişə və münasibətlərimizin gərginləşməsi yekunda bu günləri Cənubi Qafqazın ən ciddi probleminə çevrilən məsələyə gəldi çıxartdı. Və Azərbaycan düzdür, 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etdi. Proses bundan əvvəl başlamışdı, qeyd etdiyim kimi meydan hərəkatında. Amma sizin də qeyd etdiyiniz kimi onların bizə qarşı ərazi iddiaları var idi. Çünki onların ümumiyyətlə Cənubi Qafqazda hər hansısa bir ərazisi, dövləti və dövlətçiliyi olmayıb. Çox təəssüflər olsun ki, müəyyən qədər böyük imperiyalar Cənubi Qafqazda öz siyasətlərini həyata keçirməkdən ötürü erməniləri istifadə ediblər. Bugün də belə bir hal baş verdi. Amma Azərbaycan, cənab prezidentimiz Ali Baş Komandan İlham Əliyevin dediyi kimi,
hər şeyi vaxtında elədi. Azərbaycan gücləndi. Azərbaycan 92-93-cü illərdəki Azərbaycan deyil. Bugün istənilən bir ordu ilə, istənilən bir dövlətlə, istər diplomatik, istər sosial, iqtisadi, siyasi mübarizə apara biləcək gücünə malik olan bir dövlətə gəlib çıxmışıq və Ali Baş Komandanın da dediyi kimi nəyi nə vaxt etmək lazım olduğunu mən çox gözəl bilirəm. Bəzən biz çox səbirsiz oluruq. Hətta bir neçə gündür insanlarımız səbirsizliklə günün, bəlkə də həftənin məşhur ifadəsi olan tweet gözləyirlər. Amma səbirli olmaq lazımdır. Bu boyda bir status yazdım və sosial şəbəkəmdə paylaşdım ki, biraz səbr eləyin də, hər şeyin öz vaxtı var, zamanı var. Belə yəni elə bir insanlar artıq sözün yaxşı mənasında təbii ki, o vəziyyətə gəlib ki, bəs yatmırıq, tweet gözləyirik, tweet istəyirik, yeni xəbər istəyirik, yazılsın, biz sevinək. Amma bu təbii ki, sənin, mənim, onun istəyindən deyil, bu işlər gedir və zamanı vaxtı gəldikcə təbii ki, hər bir şey bizim hər birimizin diqqətinə çatdırılır. Ona görə biraz hörmətli bizə baxanlar, biraz səbirli olun. Mən bilirəm ki, siz sevinirsiniz, mən bilirəm ki, siz xoş xəbər gözləyirsiniz, amma necə deyirlər, imkan verin də insanlar normal işini görsün. Buyurcam. Çox düzgün qeyd edirsiniz. Baxın, əslində bizim hər birimizin uşaqlığı müharibə dövrünə təsadüf elədi və təbii ki, Cənab Prezident də bunun növbəti nəsillə keçməsini də istəmir. Ona görə Azərbaycan bu problemi ən qısa müddət ərzində artıq demək olar ki, böyük faiz həll edibdir, aradan qaldırıldır. Yenə də deyirəm, Dağlıq Qarabağ tarix Azərbaycan torpağıdır, Qarabağ Azərbaycandır və Cənab Prezidentimiz də bunu hər bir çıxışında qeyd edir. Amma tarixə biz nəzər salanda görərik ki, çox təəssüflər olsun ki, 91-ci ildə müstəqillik qazanmağımıza baxmayaraq, biz bunu qoruyub saxlamaqda çətinlik çəkdik. Eyni proses 1918-ci ildə olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk dövlətini qurmuşdu 28 mayda, amma biz onu cəmi 23 ay qoruyub saxlaya bildik. Sonda beynəlxalq təzyiqlər və xüsusən də həmin vaxtın Rusiyası Azərbaycanı öz tabeliyinə ala bildi. Eyni təhlükə 1991-ci ilin dünən qeyd etdiyimiz və insanlarımızın həmin günü böyük ümidlərlə daha böyük ərazilərin tweetini gözlədiyi halda Cənab Prezidentimiz Xudafərin körpüsünün azad edilməsi, Azərbaycan ordusunun nəzarəti altına keçməsini bildirən tweet atdı. Qeyd edeyim ki, Xudafərin körpüsü 1027-ci ildə tikilibdir və Azərbaycanın çox mühüm tarixi əhəmiyyət kəsb edən ərazisidir. Söhbət təkcə onun ərazi yox, sosial, iqtisadi, siyasi belə deyək, əhəmiyyətindən gedir və biz bunu 92-93-cü illərdə həmin vaxt ölkəyə rəhbərlik edənlərin zəifliklərindən, belə deyək ki, onun ucubatından itirmişdik. Amma Azərbaycan tələsmədir, səbirlə gücləndi, ordusunu gücləndirdi, xüsusi bu sahə üzrə mütəxəssislər, kadrlar yetişdirdi və Cənab Prezident həmişə dediyi kimi Azərbaycan ordusu bugün dünyanın ən öndə gedən orduları sırasında. Bəs belə olmasaydı, biz qısa müddət ərzində bu qədər ərazini azad etməzdik. Təsəvvür edin, biz xatırlayırıq münaqişənin bizim tərəfimizdən artıq bizim tərəfimizə keçməsini 2016-cı ilin Lələtəpə hadisələri və döyüşlərindən sonra bir neçə ərazini azad etmişdik, necə sevinirdik. Artıq indi işğaldan azad edilən ərazilərimizin, kəndlərimizin sayı artıq 80-dən çoxdur. Bu böyük bir uğurdur. Artıq sizin də qeyd etdiyiniz kimi Füzuli, Cəbrayıl işğaldan azad edilib, özünün həqiqi sahiblərinə qayıdıb və bu proses davam edir və biz hər gün gözləyirik və bu prosesə yenə də deyirəm, tarixi nöqteyi nəzərdən baxsaq, Azərbaycan iqtisadiyyatına həmin ərazilərin itirilməsi çox böyük sərbə vurmuşdur. Təhsil sahəsindən qeyd edeyim ki, bizim 500-ə yaxın təhsil müəssisəmiz orada yararsız vəziyyətə gətirilmişdir. Söhbət işğal edilən ərazilərdən gedir. Burada infrastruktur tamamilə dağıdılmışdı və bundan sonraki prosesdə necə ki, biz Cocuq Mərcanlıda bərpa işlərini qurduq və heç də Bakıdan az infrastruktur orada qurulmayıb, çox böyük infrastruktur qurulub. Eyni ilə də işğal edilmiş kəndlərimizdə, şəhərlərimizdə Cənab Prezidentimizin rəhbərliyi altında bu infrastruktur qurulacaq. Amma yenə də deyirəm, tarix maşının yan gözgüsünə bənzəyir. Əgər siz təhlükəsiz, uğurla və sürətlə irəli getmək istəyirsinizsə, mütəmadi ona baxmalısınız. Yəni, geriyə baxmalısınız ki, tarixdən dərs almalısınız. Əgər tarixdən dərs almasanız, tarix sizə yenidən dərs verəcəkdir. Çox təəssüf ki, biz 1903-cü ildə baş verənləri unutduq, 1905-də yenidən xatırladıq. 5-də baş verəni unutduq, 1907-də yenidən təkrarlandı. Onu unutduq,
1918-ci ilin mart ayında bu proseslər baş verdi. Eyni zamanda 88-ci il hadisələri, Sumqayıt hadisələri biz unutduq. Biz humanizm göstərdik, amma tarix göstərdi ki, yox, belə olmaq heç də həmişə yaxşı deyil. Amma bu sondur. Yəqin ki, bu dövrdən sonra heç kim heç nə unutmaz. Çünki bu uzun illər çəkdi və bu qələbə də elə belə əldə olundu. Unutqanlıq demək olmaz. Çünki bizim millət biraz xoş ürəyi yumşaq millətdir və biz eyni şeydə yəni. Yəni xoş ürəyi yumşaq adamlar biraz yaxşı niyyətindən unudur. Biz onu bağışlayırıq və o yenidən bunu Məşhur edir. bir atalar sözümüz var. Deyir ki, qurda rəhm eləyən quzuya zülm etmiş olur. Biz yaşadıq. Biz Xocalı faciəsini görmüş insanlarıq. Biz Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşanı itirmişdik. Ardıcan, Laçın və bu proses davam elədi. Yalnız Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində biz 1994-cü ildə atəşkəsə nail olduq. Çünki həmin vaxt Azərbaycan kifayət qədər güclü deyildi. Amma bu günləri Azərbaycan nəinki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonları, hətta əzəli və əbədi torpağımız olan İrəvana qədər biz gedə bilərik. Hətta digər Zəngəzuru da azad edə bilərik. Bu iqtidardayıq. Biz tərəflərə də gedib. Və onlar da bundan qorxurlar. Mən bir şey deyim, ümumiyyətlə tarixdən danışırıq. Təbii ki, tarix deyəndə həmin torpaqlarda Azərbaycanın tarixi mədəni abidələri də böyük rol oynayır. Hansı ki, çoxlarını ermənilər dağıdıb, çoxlarında müəyyən dəyişikliklər edib, bəlkə güya əslində bu bunların, amma elə bir dünya yoxdur, elə bir şey yoxdur. Bunu mütəxəssislər baxan kimi o dəqiqə bilir. Bu arada mən bir şeydə diqqətinizə çatdırım. Bilirsiniz ki, COVID-19 məsələsi də gündəmdədir. O virus məsələsi də gündəmdədir. Ona görə hörmətli bizə baxan insanlar zəhmət olmasa artıq uzun müddətdən bəri hər birimizin bildiyi və yadında qalan məsələləri əməl etməyə davam edin. Niyə? Çünki siz gördünüz ki, ona əməl etdikcə məntiqi nəticə olaraq nə qədər azalma var idi. İndi xoş xəbərlər, müharibə və insanların müəyyən hallarda bunu unuda bilməsi normal idi. Amma bunu biz xatırlatma etməliyik ki, sağlam bədəndə sağlam ruhla da biz təbii ki, irəli gedəcəyik. Ona görə də çox-çox hər birinizdən həm xahiş edirik, həm də tövsiyə edirik ki, bu virusla bağlı olan bütün qayda qanunlara əməl edəsiniz. Sosial məsafənizi saxlayın, maskanızı mütləq və mütləq taxın, spirtlə əlinizi, üzünüzü yuyun, evə gəldiniz, əllərinizi yuyun və s. və ilaxır. Həmçinin də bütün bu deyilənləri etməklə siz yenidən və yenə də o məsələdə yoluxmanın azalmasına və sağalmanın çoxalmasına, bəlkə də tamamilə itməsinə nail ola bilərsiniz. Çünki hər şey insanın özündən asılıdır. Və biz davam edirik. Bizim qonaqlarımız Sərhəd Quliyev, Füzuli sakini, idmançı və tarixçi Kamran Əsədovdur. Sərhəd, sənin görüntülərin var. Döyüş meydanında erməniyə qalib gəldiyin, bir çox idmançılarımız döyüş meydanında ermənilərə qalib gəlib. Yəni, bu bizim öyrəndiyimiz bir şeydir onları. Amma sən də qalib gəlmirsən. O görüntüləri izləyək, onun üzərinə sənin fikirlərini işləyək. İzlədik görüntüləri. Hə, Sərhəd, danış, harda oldu, nə vaxt oldu? Mən bir sual vermək istəyirəm. Ümumiyyətlə, ermənilərlə döyüşə çıxanda belə deyim, digərlərindən fərq necə olur? Yəni, necə hiss edirsiniz ki? Çünki elə olur ki, mən görmüşəm ki, məsələn, başqaları ilə döyüşdə bəlkə də belə sadə çıxan Azərbaycanlılar. Sırf rəqib kimi çıxırsan, amma onunla düşmənlər. Amma erməniləri görəndə daha belə bir şeylə çıxırlar. Siz bir söz dediniz, unutqanlıqda, yəni bizim millətin ürəyi yumşaqdır. Biz bugünkü gündə bu mənim öz fikrimdir. Bəlkə də mənimlə də razılaşarsınız. Nə qədər biz torpaqlarımızı işğaldan azad eləsək də, yenə də onlara qarşı nifrət hissləri var. Yəni biz yenə də deyirəm, nə vaxtsa gələcəkdə bir yerdə yenə də yaşasaq da,
yenə də biz onları İnşallah bağışlamayacağıq. Yaşamaq da istəmirik bugünkü gündə də. Mən onu nəyə görə dedim, ürəyi yumşaqlıq? Çünki bizim ordumuz onların ordusuna qarşı vuruşur. Amma onlar bizim qadınlarımızı, uşaqlarımızı öldürür, amma biz onların qadın və uşaqlarını yazığımız burada gəlir. onların zəifliyi buradan gəlir ki, yəni bugünkü gündə bizim ordumuzla bazara bilmədikləri üçün din sakinləri hədəf alıblar və bugünkü gündə də məsələn mənim dostlarım da paylaşır, Gəncədə o körpə uşaqların dağıntılar altında qalmağı, vallahi mən ona baxanda söz tapa bilmirəm. Adam Allah rəhmət eləsin, o dağıntılar altında da şəhid olan o Gəncə sakinləri var orada da mənim də dostlarım var. Mən sözü ona görə gətirdim ki, nə qədər biz o işğaldan azad eləsək də o ermənilərə qarşı nifrət hər zaman ölümümüzün axırına kimi gedəcək. Və bu döyüşdə bu döyüşdə harda oldu? Bu İranda oldu. Yəni professional döyüş bu dünya titulu kəməri idi və mən bizdə professional döyüşdə də bir dənə qanun qayda var ki, 2 aydan bir, 3 aydan bir məsələn döyüşə gəlsən, axırda gəlsin əsas nəticəyə kəmər uğrunda vuruşmağa gəlirsiniz. Bu həmin mənim bu rəqibim İranda yaşayır. İranda yaşayır. Bu məndən kiloda çox idi. Mən özüm çəkicə səndən üstündür. Bəli, hər zaman dünya Avropa çempionatlarında da ermənilərlə bizi qarşılaşdırırlar. Əlbəttə ki, başqa idmançılardan, döyüşçülərdən fərqli olaraq bunlara qarşı necə deyim, ringdə istəyirik ki, öldürək, durmasın ayağa. Durmadı. Bəli, o durmadı. Çünki orada da məndən də, orada İranda da jurnalistlər gəldi məndən intervyu götürəndə mənə dedilər ki, bəs sən ayaq zərbəsinə vurub onu aşırtdın, nə bildin o ayağa durmayacaq? Çünki mən bilirəm, mən ayaq zərbəmi, sağ olsun, mənim üzərimdə əziyyət çəkən müəllimlər, buradan üzümü tutub onlara təşəkkürümü bildirirəm ki, bizi həm psixoloji cəhətdən hazırlar, həm fiziki cəhətdən ikinci valideynlərimizdir, belə deyək. Yəni evdə də bizim valideynlərimiz deyir ki, bugünkü sizi aparıb hansı bir müəllimin yanına qoyanda o sizin valideyninizdir artıq. Və bugünkü gündə də mən oradakı o jurnalistlərə də mən o suallarına cavab verdim ki, mən o zərbəmə mən çox yaxşı tanıyıram ki, mən bildim ki, o ayağa durmayacaq və orada da mən tək idim orada. Yəni orada necə deyim, erməni dəstək eləyənlər çox idi və orada göründüyü kimi də mən bayrağı bəli apardım bayrağımızı ermənilər tərəfə qaldırdım ki, yəni Azərbaycan birincidir və inşallah da ki, bu işğal olanda azad olunan torpaqlarımız da azadlıq nə deyir, işğaldan azad olunsun. Ona görə. Bayrağımız da çox xoşuma gəldi. Orada ermənilərə qarşı bayrağımızı qaldırır və onlar durub mənə alqışladı ayaq üstə. Və mən hələ də gedib, mən orada o nokaut elədiyim rəqibimi, indi o bir idmançı mədəniyyətidir. O heç o mədəniyyətdir. Bəli, o idmançı mədəniyyətidir və onun qardaşı məni itələdi orada. Bəli, bu şəkillərdə də orada mən göndərmişəm, orada da görsənir ki, mənə belə, necə deyim, belə özlərinə yaraşan deyək də. Yenə bu ringə biz ermənilərlə çıxanda o biri döyüşçülərdən fərqli olur. Çünki biz istəyirik ki, onları öldürək, durmasın ayağa. Yenə bugünkü gündə də torpaqlarımız işğaldan azad olsa da, yenə də nə vaxtsa da mən erməni ilə çıxsam da, yenə də mən nokaut eləyəcəm, ayağa qalxmasın. Yəni də düz eləyəcəksən, elə az eləyəcəksən. Və Kamran, belə deyək də, yəni bizim tariximizdə nə vaxt baxırsan, ermənilərin bizə qarşı təcavüzü var, onların şəri var, bizim abidələrimiz öz adına çıxırlar. Hətta o qədər mən bu son həftədə gördüm. Gəncədə baş verən hadisələrdə uşaqların şəkillərini götürüblər, qoyublar öz səhifələrinə. Üstünə də yazıblar ki, Azərbaycanlıların Stepanakert güya hücumunda onların uşağı. Bunlar, yəni, nə bilim, deyərdim də demirəm, özünüz başa düşdünüz. Bu nə belə üssüzlükdür, nədir bu? Bunlar, yəni, tarixən də belə olublar. Çünki Pushkin yaxşı deyib onlar haqqında ki, Trab terminin məsələsi deyib onu. Yəni bu nə deməkdir? Bütün dünyanın yeri gələndə bildiyi bir məsələdir, gördüyü bir məsələdir, canlı olaraq işıqlandırdığı bir məsələdir. Sən bilə-bilə ki, bunu bilirlər ki, bu mənimdir. Sən bunu götürürsən, deyirsən ki, paylaşırsan və heç nə olmamış kimi deyirsən ki, bu mənimdir. Bu necə ola bilər? Bunların tarixi psixoloji tipləridir. Çox təəssüflər olsun ki, bayaq dediyim kimi, dünyanın bir çox böyük gücləri regionlarda hansısa bir dövlətə, xalqa, millətə qarşı təzyiq vasitəsi kimi bu tipli az saylı xalqlardan istifadə edirlər. Və ermənilər də həm keçmiş Sovetlərin, ondan əvvəl Çar Rusiyasının Cənubi Qafqazda istər Azərbaycanlara, istər Gürcülərə və digər qonşu dövlətlərə, İrana qarşı, hətta Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi bir toplum olublar. Bayaq qeyd ediyim kimi, hətta Türkmənçay müqaviləsinin özündə belə 15-ci maddədə məhz qeyd olunurdu. Məhz onların köçürmə məsələsinin xüsusi olaraq burada olması
gələcəkdə bu ərazilərin tam şəkildə nəzarətdə saxlamağa xidmət edən bir addımdır. Çox təəssüf ki, onlar bizim həmişə tarixi abidələrimizi özünküləşdiriblər. Bizim də müəyyən qədər burada fəaliyyətsizliyimizin də rolunu biz deməliyik. Hətta mən sizə bir məqamı qeyd edeyim. Biz tarixçilər bilirik ki, Azərbaycan İslama qədər Qafqazın bütün xalqları kimi xristianlıq dininə də eyni zamanda etiqad eləmişik. Və bizdə də kilsələr var və hətta bugün paytaxt Bakının mərkəzində regionlarımızda kilsələr var. Amma insanlarımız bundan sanki qorxurlar. Məhz bizim bunu özümüzünkü kimi qeyd etməməyimiz mənfur düşmənimizi məhz Azərbaycanın Albaniyaya aid olan xristian kilsələrini özünküləşdirmək kimi dünyaya çatdırır. Baxın, bir çox kilsələr var. Onlar Azərbaycanın tarixinə aiddirlər. 6-cı, 7-ci əsrə aid olan Şuşada, Xankəndində, Ağdamda kilsələr var. Onlar onun sadəcə minarəsini dəyişiblər və elə təqdim edirlər ki, sanki bu onlarındır. Amma bu belə deyil. Burada müəyyən qədər bizim təbliğatımızın da zəifliyi var. Çünki biz düşünməmişik ki, bizim olanı dünyaya çatdıraq. Bu zaten bizimdir. Və yaxud da bugün Kişdə olsun və yaxud da Zaqatalada olsun bizim Alban kilsələrimiz var. Biz ona təqdim etməkdə müəyyən qədər çətinlik çəkmişik. Amma artıq diaspora təşkilatları, Azərbaycanın Xarici İşlər Nazirliyi bu sayədə çox böyük rol oynayır. Çox düzgün gedirik. Təsəvvür edin, 1918-ci ildə Bakıda və digər ərazilərdə törədilmiş qırğınları ermənilər öz ədlərinə çıxardırdılar. Hətta Xocalı faciəsi ilə bağlı da əgər orada Amerikanın və digər ölkələrin jurnalistlər olmasaydı, həmin oradakı fotoları belə özlərini kimi təqdim etmişdilər. Amma artıq bugün informasiya dövrüdür. Baxmayaraq ki, təhlükəsizliyimiz üçün 27 sentyabrdan internetdə müəyyən qədər məhdudiyyətlər var. Amma Azərbaycanlı gənclər bu sahədə çox böyük iş görürlər. Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı bayaq sizin çox gözəl qeyd etdiyiniz məşhur şəxslər var ki, onların hər birləri Azərbaycanın istər Gəncədə baş vermiş faciə ilə bağlı, ermənilər tərəfindən törədilmiş genosidlə bağlı öz fikirlərini, münasibətlərini bildiriblər. Bu, Azərbaycanın sosial şəbəkədə aktiv olan blogerləri, məşhur bizim sənət adamlarımız olsun, məşhur insanlarımızın fəaliyyətinin nəticəsi. İnanın, gənclər sosial şəbəkədə müəyyən qruplaşmalar yaradıblar. Orada bu tipi hadisələr olanda hamısı bir komanda şəklində işləyirlər və bugün bütün Azərbaycan xalqı, 10 milyon Azərbaycan xalqı öz prezidentinin, ali baş komandanın ətrafında birləşib. Vahid bizim bir dənə istəyimiz var, Qarabağ. İstəyir bu hərb meydanda olsun, istər arxa cəbhədə olsun və bu günləri ermənilər sizin qeyd etdiyiniz bizim Gəncəmizdə, tarixi Gəncəmizdəki az saylı balamızın fotosunu özünkü kimi təqdim edəndə artıq buna çox böyük reaksiyalar oldu və nəticədə artıq bütün dünya bilir. Siz istənilən aparıcı dövlətin, hətta Amerikanın prezidentindən tutmuş senatorlarına qədər və yaxud da ki, Avropa Birliyinin ən tanınmış adamlarına qədər sosial şəbəkə ünvanlarında görəcəksiniz ki, Azərbaycanlı gənclər şərq hissədə Azərbaycan tarixi ilə bağlı, ermənilərin Azərbaycana təcavüzü ilə bağlı, xüsusən də xanım çox gözəl qeyd elədi, dinc əhaliyə qarşı törədilmiş genosidlə bağlı həqiqətləri çatdırırlar. Çünki cənab prezidentin də dediyi kimi Azərbaycan erməni hərbiçilərlə, Dağlıq Qarabağdakı terrorist qruplaşma ilə mübarizə aparır. Azərbaycanın hədəfi mülki əhali deyil, dinc əhali deyil. Biz dinc əhaliyə qarşı humanizmimizi göstəririk. Çünki biz döyüşçülərlə, hərbi sahədə məşğul olanlarla müharibə aparırıq. Amma onlar neyinirlər? Bizim Gəncəni, hətta Xızını, Abşeronu qadağan olunmuş raketlərdən hücum atəşinə tuturlar və burada vəfat edənlərin sayı artıq çoxdur, az yaşlı insanlar var və çox təəssüflər olsun ki, orada məktəblilərimiz də var, bizim 4 məktəblimiz də, hətta oktyabr ayın 18-də özünün ad gününü qeyd edəcək Nigar balamız vardı. Allahdan ona qəni-qəni rəhmət dedi və onun qanı yerdə qalmadı. Cənab Prezident, Ali Başkomandan da qeyd etdiyin kimi heç bir tökülən qan yerdə qalmayacaqdır, cəzası alınıb, bundan sonra da alınacaqdır. Yenə də deyirəm, sadəcə biz unutmamalıyıq bunu, heç vaxt unutmamalıyıq. Qeyd edeyim ki, artıq növbəti ildə çap olunacaq tarix dərsliklərində Azərbaycan ordusunun, Azərbaycan tarixinin, Azərbaycan Ali Baş Komandanının bu uğurları dərsliklərə salınacaqdır. Mütləq. Artıq növbəti ildən çap olunacaq bütün dərsliklərdə, istər tarix dərsliyi olsun, istər humanitar və texniki sahədə digər dərsliklər olsun, Azərbaycanın bütün bu uğurları dərsliklərə salınacaq. Hətta qəbul imtahanlarında test tapşırıqları belə bu mövzulardan salınacaq. Çünki bizim bu uğurumuzdur. 28 ildən çoxdur ki, biz bunu gözləyirdik və bu artıq Azərbaycanın şanlı tarix kitablarında yazılacaqdır.
Mütləq mənim bir-iki xəbərim var. Onunla bağlı bir sujetimiz də var. Bunları bizə baxsaz təbii ki biləcəksiniz, amma indi keçid alırıq reklamlara. Reklamlardan dərhal sonra onu sizə təqdim edirik. Depavid D3 vitamini və King Dental Stomatoloji Klinikasının sponsorluğu ilə onda görüşək reklamlardan sonra davam edəcək. Depavid D3 vitamini və King Dental Stomatoloji Klinikasının sponsorluğu ilə onda görüşək reklamlardan sonra davam edir. Efirimiz davam edir. Canlı efirdə, MTV-də onda görüşək davam edir. Mən reklamdan öncə söyləmişdim. Hamımız bilirik ki, Türkiyədə olan böyük əksəriyyət əsas məşhurlar bizə dəstək olaraq paylaşımlar ediblər. Üstəgəl dünya ulduzlarında bir çoxları bizə paylaşımlar ediblər, bizə dəstəkləyən. Amma ikisini mən xüsusi vurğulayacağım. Biri Sinan Akçıldır. Hal-hazırda Azərbaycan üçün mahnı yazır. Can Azərbaycan adı ilə bir mahnı yazır. Bir neçə gündən sonra təqdim eləyəcəm bizim uğurumuza, bizim qələbəmizə. Və həmçinin Gəncədə zərər çəkmiş ailələrə bağışlanacaq gələn gəlir, klip çəkilir. Məsud Can və Məsud Can Tomay və Ali Biçim Türkiyənin ən məşhur iki YouTuberıdır. Onları milyonlarla insan izləyirlər. Onlar nə ediblər? Nahidə Babaşlı ilə bir yerdə bir klip çəkirlər. Həmin klipdən əldə olunacaq bütün gəlir də Gəncədə zərər çəkmiş ailələrə bağışlanacaq. Yəni Türk qardaşlarımızın, dostlarımızın, məşhurların dəstəklərinin haqqında bizə söylədi. Amma bir dəstək də var. Onun bir hissəsini biz vermişdik. Canlı bağlantıda Sərdar Ortaçla danışdıq. Sərdar Ortaç görüntülü olaraq fikirlərini söylədi. Bir hissəsini söyləmişdi. Daha geniş müsahibəni də hal-hazırda sizə təqdim edirik. Türkiyənin sevilən müğənnisi Sərdar Ortaç onda görüşək verilişinin aparıcısı Samir Bayramlı ilə görüntülü zəng yaratdı. Qarabağdan söz açan sənətçi iki dövlət, bir millət olmağın əhəmiyyətini vurğuladı. Bütün Türkler Azerbaycanlı, zaten ikimiz de Türk'üz. Hepimiz kardeşiz. Karabağ gitti. 30 sene sabır bekledi, bir şey demedi. Yeter, madem sen konuşmayı anlamıyorsun, mecbur savaş olacak. Yani çünkü bizim toprak orası. İnşallah biter. Tekrar Karabağ Azerbaycan'a geçer. Yeniden harita çizilir ve Allah şükür selamet deriz inşallah. Qardaş ölkənin ifaçısı xanəndə Elnarə Abdullayevanın repertuarından mahnı da səsləndirdi. Her gece Elnare'yi çalıyorum şimdi. Onu çok sevdim. Bir güzele vuruldum dedim ona değme. Bir güzele vuruldum dedim ona değme. Gözlərində kavruldum, yandı canım ona değme. Sonda isə müğənni Qarabağda konsert verəcəyini vəd etdi. Yəqin ki, Sərdar Ortaç Qarabağ işğaldan azad olunandan sonra o torpaqlarda konsert vermək üçün dəvət alsa, ilk gələn ifaçılardan biri olar. Gelirim hemen. Sərdar bəy, təşəkkür edirik sizə. Ben teşekkür ederim. Şükran. Minnətdarıq. Sağ ol, var olun. Və bu da Sərdar Ortaç, Türkiyədə və Azərbaycanda çox sevilən səslərdən biri uzun illərdir artıq öz fikirləri ilə bizimlə bölüşdü. Təşəkkür edirik. İnşallah da azad olunanda dünya ulduzları, Türk ulduzları hamısı ora axışacaq. Belə deyək də Sərhəd, idmançı olaraq fəaliyyətin başqa yetişdirdiyin tələbələrin də var. Bəli. O tələbələrə mən idman aləminə yaxınam. Uzun illər idman aləmini yaxından çəkmiş bir insanam. 2005-dən, 2004-dən bu tərəfə indiki bütün Avropa, Olimpiya çempionlarımızın hamısını. Mən bilirəm ki, onlar üçün idman nə qədər önəmlidir və idmanda müəllim nə qədər önəmlidir. Onu yönləndirən, elə xüsusi uşaqlıqdan. Yəni, uşaqlıqdan təbii ki, sən hazırlaşdırırsan həmçinin. Bəli, 6 yaşından. Müəllim olan psixoloji uşaqlara da hazırlaşdırmaq çox önəmlidir. Müəllim olaraq ilk öncə, yəni ringə çıxmamışdan öncə və ya zala gələndə necə hazırlaşdırırsan, nə deyirsən? Bax bu erməni məsələsi, düşmən məsələsi gələndə bir Füzulili olaraq. İndi mənim 5-6 yaşından idmanla məşğul olan uşaqlarımız var.
Və bugünkü gündə də mənim tələbələrim var. Uşaq vaxtlarında mənim yanımda məşq ediblər. Bir müəllim olaraq həm onlara texnikalar, özünü müdafiə eləmək və gələcəkdə də erməniylə üzbəüz gələndə ringlərdə həyəcan olmasın və onu biz zalda, məşq zallarında və öz necə deyim, psixoloji hazır edəcək. Yəni onu bil ki, o bizim düşmənimizdir və ona düzdür, idmanda udmaq da olar, uduzmaq da olar. Amma uduzursansa, əgər 2 kimi uduzasan. Amma bugünkü gündə də düzdür, indi göz qabağında da Azərbaycanda heç bir idmançılarımız ermənilərə məğlub olmuyubdur. Ona görə bugünkü gündə də mən tələbələrimə də həmişə fiziki tərbiyə, necə deyim, özünü müdafiə etmək, bəli, psixoloji tərbiyə, həm də ki, nədir onun adı, erməni ilə də qarşı-qarşıya gələndə və o bilsin ki, onun düşmənidir və Azərbaycanın düşmənidir və onun üzərində qələbə qazanmaq lazımdır. Əslində bütün müəllimlər belə eləməlidir və eləyir də. Kamran, bizim ermənilərlə, düşmənlərimizlə ən böyük uzun illərdən bəri problemlərimiz tarixi mövzularda olub. Onların tarixi saxtalaşdırmaq istəyi olub. Bizim də onlara faktla, sübutla, beynəlxalq arenada, televiziyalarda, Rus televiziyası olsun, xarici televiziya olsun və istər bizdə, yəni o mübarizəmizdə daha böyük və önəmli olub ki, tariximizi saxtalaşdırmaq istəyiblər, özümüzünkiləşdirmək istəyiblər. Bu bizimdir, o bizimdir, bu da bizimdir, o da bizimdir deməklə. Tarixçilərin bu işlər rolu böyükdür. Tarixçi olmaq çətin məsələdir. Faktları, sübutları, tarixləri yadında saxlayıb və bunu səlis formada çatdırmalısan. Onlarla beynəlxalq arenada bu sahədə çox şeylərimiz özüm beynəlxalq səviyyədə təsdiqlənib ki, bu bizimdir. Yəni, bu yemək bizimdir, bu tarixi geyim bizimdir, bu musiqi bizimdir, bunların hamısı bizim tariximizdir. Bu ərazi bizimdir və bizim olaraq da davam eləyəcək. Tarixçilərin burada rolu çox böyükdür, amma getdikləri o böyük necə addımlayırlar? Yəni, mənə maraqlıdır ki, onlar ermənilərlə qarşılaşanda və ya bu məsələlərlə qarşılaşanda adekvat reaksiyanı necə verirlər? Çox düzgün qeyd edirsiniz. Burada məsələ 2 istiqamətdə həyata keçirilir. Birincisi, hüquqi nöqteyi nəzərdən, ikincisi, tarixi nöqteyi nəzərdən. Qeyd edeyim ki, hüquqi nöqteyi nəzərdən təbii ki, biz istənilən ölkənin arxiv məlumatlarına avtomatik olaraq istinad edirik və burada təbii ki, neytrallıq əsas söhbət mövzusudur. Tutalım, əgər biz Rusiyada və yaxud da ki, Fransada hər hansı bir elmi konferansa gediriksə, onlar Cənubi Qafqazla bağlı, həmin ərazilərin özünün olması ilə bağlı hər hansı bir iddia irəli sürəndə biz onlara cavabı Azərbaycanın arxivlərindəki sənədlər və faktlar əsasında deyil, həmin ölkənin özünün birbaşa faktlar əsasında biz bunu qeyd edirik. Misal üçün, İngiltərə arxivlərindən gətirdiyimiz materiallar var ki, həmin materiallarla istənilən konferansda rahatlıqla biz həqiqəti əks etdirən faktları qoya bilirik. Hətta eradan əvvəl 6-cı, 7-ci əsrə aid faktlara baxanda və yaxud da Herodotun yazısı olsun, Strabonun coğrafiya kitabının 21 cildli, bir cild Azərbaycana burada Cənubi Qafqazda həsr olunub, orada da deyə bilərik, istənilən həmin dövr üçün yazılmış faktlara baxanda Azərbaycan öz tarixi həqiqətlərini rahatlıqla sübut edə bilir. Sadəcə, biz buna heç bir vaxt lazım və lüzum görməmişik ki, biz kiməsə deyim. Misal üçün, mən sizə bir faktı deyim. Çox təəssüf ki, 27 sentyabrda yenidən Cənubi Qafqazda bu Qarabağ münaqişəsi qızışanda Fransa haqlı mövqeyini ortaya qoymamışdı. Daha çox ermənipərəst mövqeyini ortaya qoymuşdu. Baxmayaraq ki, mən sizə konkret faktlar demək istəyirəm ki, bunu biz eyni zamanda Macronun şəxsi, belə deyək ki, sosial şəbəkə ünvanlarına, hətta Fransa nümayəndələrinə göndərdik ki, 1941-ci ildə Rusiya və burada müharibə, dünya müharibəsi başlayanda Almanlar tərəfindən Fransa işğal edilmişdi 1941-ci il 22 iyununda. Ondan sonra Fransanın azad edilməsində Azərbaycanlılar iştirak ediblər. Hətta onlardan biri Əhmədiyyə Cəbrayılov idi. Təsəvvür edin, 1942-46-cı illərdə həmin müvəqqəti hökumətin rəhbəri olan Şarl de Gaulle sonradan Azərbaycana gələndə SSR rəhbəri ilə şəxsən Əhmədiyyə Cəbrayılovla görüşmək istəmişdi. Və mən sizə 1956-cı ildə Fransada çap olunmuş Le Monde qəzeti vardı. Onun bir sayından fransız bir general, yüksək rütbəli bir hərbiçi mərkəzdə Parisin yaxınlığındakı məzarlıqların birində Azərbaycanın, belə deyək ki, məzarı başında dediyi bir statı istədiyim, deyir ki, nə qədər ki Fransa var və fransızlar var,
Fransanın azad edilməsində iştirak edən Azərbaycanlılara biz borclu olacaq və minnətdar olacaq. Amma çox təəssüf ki, biz bu faktları sonradan onlara çatdırmadıq. Amma indi buna lazım gördük, lüzum gördük ki, Fransanın azad edilməsində Azərbaycanlılar böyük rol oynayıblar, böyük itkilər vermiş. Hətta biz bu günləri Fransanın mərkəzindəki məzarlıqlara baxanda orada Azərbaycanlı şəxslərin də qəbirdaşlarını görə bilirik. Bu eyni zamanda İtaliyaya da aiddir. Bu Avropadakı istənilən ölkədə, biz hətta Belarusiyaya qədər bilirsiniz ki, 416-cı diviziya Qafqazdan çıxıb düz Almaniyaya gedib Berlinə qələbə bayrağını taxıbdır. Və Azərbaycanlılar Avropada faşist rejiminin son bulmasında, sona çatmasında müstəsna rol oynayırlar. Eyni zamanda növbəti bir faşist rejimi, qəddar rejim, terrorçu rejim Ermənistandadır və yenidən rəşadətli Azərbaycan ordusu növbəti faşist yuvasını dağıdacaq. Necə ki, bu dağıtma prosesi gedir. Yenə də deyirəm, faktlar sözlərlə olmur. Onlar deyəndə ki, tutalım, dolma bizimdir. Artıq UNESCO bundan bağlı qərar qəbul edir. Hər hansı bir tarixi abidə ilə bağlı onlar fikir irəli sürəndə rahatlıqla biz Rusiya arxivlərini deyirik. Ora neytraldır, bizim deyil ki. Və yaxud da ki, Gürcüstan arxivlərinə gedək baxaq, eyni zamanda İran arxivlərinə gedək baxaq. Biz rahatlıqla Təbrizdəki, Tehrandakı arxivlərlə onların layiqli cavablarını verə bilirik. Veririk və bu yaxşı ki də bizim belə tarixçilərimiz var və tarix də onu göstərir ki, həqiqətən də bizim hər yerdə sözün yaxşı mənasında bir hərəkətimiz var, bir qatqımız var, bir köməyimiz, dəstəyimiz mütləq ki var. Və Kamran, mən istəyirəm sənin Xudafərin körpüsündən və onun əhəmiyyətindən biraz danışırsan. Azərbaycan üçün, Qarabağ üçün bu işğaldan azad olunan Xudafərin körpüsünün ümumiyyətlə həm strateji, həm mənəvi əhəmiyyəti böyükdür və sən danışacaqsan, ondan sonra da bizim bir görüntümüz var, onu da təqdim edəcəyik. Təşəkkür edirəm Sami bəy. Bu sualı verdiyinizə görə, bilirsiniz, əslində Xudafərin körpüsü, bayaq dediyim kimi, təkcə ərazi deyil. Bu, Şimal və Cənubi Azərbaycanı birləşdirən bir yoldur. Yəni, ürəyin şax damarıdır. Bu, bizim üçün tarixi əhəmiyyətə malikdir. 1027-ci ildə Şəddadilər dövründə tikilmiş bu, belə deyək ki, körpü birləşdirir. Körpü insanları birləşdirir. Necə ki, bizim artıq Qarabağa birləşməyimizi göstərir. Qeyd edeyim ki, Xudafərin körpüsü əslində 2 dənədir. Biri 1027-ci ildə Şəddadilər dövründə inşa edilib. İkinci isə 13-cü əsrdə Hüllacilər dövrünə aiddir. Hər ikisi olduqca iqtisadi və siyasi rola malikdir. Qeyd edeyim kimi, bilirsiniz ki, 30 milyon yaxın Azərbaycanlı bizim Cənubi Azərbaycandadır, İran arasında yaşayırlar və təbii ki, onlar arasında iqtisadi əlaqələr qurulub. Düzdür, 17-ci əsrdən artıq belə deyək ki, İran müharibələri və sonda isə Ağa Məhəmməd Şah Qacarın yürüşü vaxtı körpünün müəyyən hissəsi dağıdılmışdı, amma sonradan bərpa işləri həyata keçirildi Qarabağ xanlığı dövründə. Amma çox təəssüflər olsun ki, erməni terroristləri, erməni faşistləri bu dövr ərzində Xudafərin körpüsünü baxımsız vəziyyətdə qoyublar. Müəyyən biz Azərbaycanın şanlı bayrağı ora taxılanda yaxın məsafədən görə bildik Xudafərin körpüsünü və müəyyən orada dağıntı işləri görür və inanıram ki, Azərbaycan hökuməti necə ki, digər mədəniyyət abidələrimizdə bərpa işləri həyata keçirir, burada da olacaq. Yenə də deyirəm, 1027-ci ildən bu günə qədər artıq görün nə qədər bir vaxt 10 əsr keçibdir. Yenə eyni daşlar qalıbdır. Yəni, Şəddadilər dövrünün həmin 2 dənə vacib bir abidəsi var. İkincisi 1063-cü ildə İbrahim Osmanoğlu tərəfindən inşa edilən Gəncə qala qapılarıdır. Çox təəssüf ki, 1139-cu ildə Gəncə zəlzələsi vaxtı Gürcülər onun aparmışlar çevrəsini, amma sonradan müəyyən hissəsini biz geri qaytara bildik. İkincisi də Xudafərin körpüsüdür. Düzdür, bundan əvvələ aiddir. Ümumiyyətlə, yenə də deyirəm, Xudafərin körpüsünün tarixi əhəmiyyəti Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Bu təkcə Şimal və Cənubu birləşdirilən köprü deyil, eyni zamanda bizim Qarabağa, Şuşaya gedən bir yolumuzdur. Və o yolda bizim bayrağımız sancıldı, onu izləyəcəyik. Onunla da birinci saatı bitirib ikinci saata keçid alacağıq təbii ki, amma... Həmin görüntüləri izləyəcəyik, amma birazdan qonaqlarımıza təşəkkür eləmək istəyirəm. Sərhəd Quliyev Füzuli sakini, eyni zamanda idmançımız. Çox sağ olun ki, gəldiniz. Kamran Əsədov, tarixçimiz. Siz də çox sağ olun, belə tarixi faktları bir daha bizə xatırlatdınız. Çox təşəkkür edirəm və Samirin dediyi o videonu izləyəcəyik. İkinci hissədə isə burada olacaq. Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq məruz edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edilmişdir. Hal-hazırda Azərbaycan bayrağı burada dalgalanmaqdadır. Yaşasın Azərbaycan,
Yaşasın Ali Başkomandan. Qarabağ Azərbaycandır. Depavid D3 vitamini ve King Dental Stomatoloji Klinikasının sponsorluğuyla onda görüşək reklamlardan sonra davam edəcək.